Səhər oyanırsan, işə gedirsən və pul qazanırsan. Amma bir sual var. Pul üçün işləyirsən, yoxsa pul sənin üçün işləyir? Qazandığın pul iki yerə bölünür. Aktiv gəlir və pasiv gəlir. Aktiv gəlir işləyərək qazandığın puldur. Pasiv gəlir isə işləmədən qazandığın puldur. Aktiv gəlirdə dayansan, pul dayanır. Pasiv gəlirdə isə sən dayansan belə pul gəlməyə davam edir. Çox insan yalnız aktiv gəlirlə yaşayır. Vaxtını pula dəyişir. Vaxt onların ən böyük sərvəti olsa da onu satır. Pasiv gəlirin başlanğıcı isə çətindir. Əvvəlcə heç nə qazanmırsan, amma zaman keçdikcə bu dəyişir. Gəlir yavaş-yavaş artır və bir nöqtədə aktiv gəliri keçə bilər. İnsanların çoxu bu yolu seçmir, çünki onlar tez nəticə istəyir. Pasiv gəlir isə səbir tələb edir. Pul qazanmağın ən güclü yolu investisiyadır, pulunu işlətmək. Əgər qazandığını yenidən invest etsən, bu zaman mürəkkəb faiz effekti işə düşür və pulun sürətlə artmağa başlayır. Bugün pasiv gəlir əldə etməyin bir çox yolu var. YouTube, blog, sosial media. Amma burada əsas şey davamlılıqdır. Daşınmaz əmlak da pasiv gəlir mənbəyidir. Amma hər şey göründüyü qədər asan deyil. Risk hər zaman var. Ən vacib pasiv gəlir isə bilikdir. Öyrəndiyin hər şey sənə ömür boyu qazandırır. Unutma, tez zəngin olmaq yoxdur. Amma davamlı olan insanlar həmişə qalib gəlir. İndi isə özünə sual ver. Sən hansı yolu seçəcəksən?